Salam, baxın, təsəvvür edin ki, yeni bir biznes kurmusunuz, sadəcə qarajda, yəni kiçik bir startup kimi fəaliyyətə başlayırsınız. Aha, çox vaxt belə başlayır hər şey. Hə, tam olaraq. Amma ilk iş gününüzdə çıxıb elan edirsiniz ki, dünyanın ən böyük texnologiya şirkətinin rəhbərini işə götürmək istəyirsiniz. Dəlicəsinə səslənir, düzdür? Elədir. Yəqin kənardan baxanlar deyər ki, siz reallıq hissini tamamilə itirmisiniz. Yəni, dərhal ciddiyə alınmamaq riski böyükdür bu vəziyyətdə. Əslində, məhz bu psixologiya bugünkü təhlilimizdə danışacağımız əsas mövzunun, belə deyək, nüvəsini təşkil edir. Biz bu dəfə Türkiyə Superliqasına yeni vəsiqə qazanan Diyarbəkir təmsilçisi Ametsporun yaratdığı o səs-küylü transfer iddialarını araşdıracağıq. Çox maraqlı mövzudur, çünki burada pərdə arxası məqamlar var. Yəni, yeni liqaya çıxan kimi niyə belə böyük səs-küy yaratmaq istəyirlər? Bu onlara nə qazandırır? Baxın, Superliqa kimi rəqabətli, nəhəng büdcələrin yarışdığı bir mühitdə sadəcə meydana çıxıb yaxşı oynamaq, yəni artıq kifayət etmir. Aha, fərqlənmək lazımdır. Tamamilə. Biz burada yox mesajını elə yüksək səslə verməlisiniz ki, o səs, o iddia birbaşa sponsorların, oyuncu menecerlərinin qulağına çatsın. Yəni, bir növ psixoloji hücumdur. Hə, komanda öz dəyərini sıfırdan yox, birbaşa o yuxarı liqanın standartlarından başlatmış olur. Bu, əslində, çox təsirli bir PR strategiyasıdır. Deməli, səs-küyün özü faktiki olaraq kapitala çevrilir, eləmi? Bəli, diqqət mərkəzində olmaq klubun marka dəyərini bəlkə də süni şəkildə, amma anında artırır. Bəs mənbələrdə xüsusi vurğulanan o ada gələk. Yəni, iddia doğrudan da heyrətamizdir. Galatasaray formasını geyinən dünya səviyyəli ulduz. Mauro Icardi. O adın hallanması, inanın mənə, heç də təsadüfi deyil. Bax, burada mənim o şübhəçi tərəfim işə düşür. Çünki mənbələrdə də açıq deyilir ki, tərəflər arasında heç bir rəsmi danışıq yoxdur. Heç bir təsdiqlənmiş prosedur yoxdur. Düzdür, rəsmi heç nə yoxdur ortada. Bəs onda bu qədər dünya səviyyəli bir futbolçunu hədəflədiyini demək sadəcə bir xəyalpərəstlik deyilmi? Yəni, klub rəhbərliyini qeyri-ciddi duruma sala bilməz bu. Çox məntiqi sualdır, amma idman bazarında algı, yəni insanların sizi necə qəbul etməsi, çox vaxt reallıqdan öndə gedir. Aha, maraqlıdır. Necə yəni? Yəni, Icardi ilə real danışıqların olub-olmaması əslində ikinci plandadır. Əsas məsələ Amatsporun Superliqada sadəcə aşağıda qalmayaq deyə çabalayan bir komanda deyil, iddialı bir rəqib obrazı yaratmasıdır. Anladım. Yəni, o biri oyunçularla masaya oturanda vəziyyət dəyişir. Tam olaraq. Rəhbərlik başqa transferlər üçün agentlərlə danışanda fərqli bir özgüvənlə danışır. Agent düşünür ki, əgər bu klub belə böyük ulduzlara maraq göstərirsə, deməli pulları da var, vizyonları da. Vay, yəni bu əslində vizyon bəyanatının ən aqressiv formasıdır. Bəli, Icardiyə çata bilməsələr belə, o cəhdin yaratdığı qüvvə ilə başqa bir keyfiyyətli oyunçunu asanlıqla gətirə bilərlər. Bu, psixoloji bariyerləri tamamilə qırır. Deməli, ən böyük qazanc masaya necə oturduğunu göstərməkdir. Elədir. Kartlarınızı necə oynayacağınız sonra gəlir. Hətta, baxın, bu xəbərlərin beynəlxalq mətbuatda yayılması kluba elə bir PR gətirdi ki, bəlkə də milyonlarla dollar xərcləsəydilər, bu qədər diqqət çəkə bilməzdilər. Bəli, Ametsporun bu transferi gerçəkləşdirməyəcəyini əlbəttə zaman göstərəcək. Hələ ki, rəsmi heç nə yoxdur, amma o bazara aqressiv giriş mərhələsini artıq uğurla keçiblər deyəsən. Mütləq. Bu, digər yeni komandalar üçün də, yəni böyük bir nümunədir. Səssizcə kənarda gözləməkdənsə, qapını səs-küy ilə açmaq həmişə daha yaxşı işləyir. Düzdür. Bu isə məsələnin biraz da idmandan kənara çıxan tərəfidir əslində. Baxın, dinləyicilərimizə səslənirəm. Öz həyatınızı düşünün. Aha. Yeni, böyük bir mərhələyə qədəm qoyanda, hələ əlinizdə heç bir rəsmi sübut olmadan, ən yüksək zirvəni hədəflədiyinizi elan etmək sizi o hədəfə doğrudan da yaxınlaşdırır. Çox dərin sualdır bu. Bəlkə də elə imkansız görünəni dilə gətirmək cəsarətinin özü ən böyük başlanğıc uğurudur. Yəni, bu barədə düşünməyə həqiqətən də dəyər.